İzləyicilər, bir daha axşamınız xeyir olsun deyirəm. Bu günləri Biləsuvarın qəhrəmanlar diyarı, Biləsuvarın Əsgərabad kəndində evin yeganə övladı, tək vətən sağ olsun deyən Turan Əliyevin ocağında yox. Sabah inşallah şəhidimizin mövlud gündür. Səbuhi müəllim burada olmağından istifadə edərək istədik ki, qəhrəman şəhidimizin anasının yanında bir-iki kəlmə götürək. Müəllim, xoş gəlibsiniz, gələn ayaqlarınız var olsun. Həqiqətən də şəhid ailələri yanında olmaq və şəhid ailələrini sevindirmək hər bir Azərbaycanın borcu olduğu kimi və sözdən asılı olmayaraq özünüzə borc bilirsiniz. Bugün evin yeganə övladı, təki vətən sağ olsun deyən qəhrəmanımız Turan Əliyevin ocağındasınız. İstərdim şəhidimizin anasının yanında bir-iki kəlmə sizdən götürək. Mən də öz adımdan qəhrəman şəhidlərimizin şad olması, gücü Allahdan Allah Teala şəhid ağalarına, şəhid valideynlərine səbir versin. Qəhrəmanlarımızın ruhu şad olsun. Onlar bugünkü gündə bizim azad və firavan dövlətdə yaşamağımız üçün, öz canlarından keçərək gələcək nəsilləri yaxşı yaşamağı üçün vətən uğrunda canlarından keçdilər. Biz həmin qəhrəmanların ruhu qarşısında baş əyirik. Onları böyüdən ana və atalara təşəkkür və minnətdarlığını bildirib onların qarşısında da baş əyirik. Var olasınız. Allah sizi var olasın. Çox sağ olun. Sağ olun, bir sual var. Deməli, bu günləri bizlər üçün, xalqımız üçün canından keçən qəhrəman şəhid ocaqlarında olanda və onu böyüdən ananın qarşısında olanda hansı hisslər keçirtməyimiz və biz o hansı hisslərlə danışmağımız həqiqətən bizlər üçün də bir yəni maraqlıdır ki, sizin kimi dəyərli insan öz dilindən işlək. Qürur duyuruq, qürurlanırıq ki, belə qəhrəman oğullar böyüdüb bu analar və qürurlanırıq ki, həqiqətən də gələcək nəsilləri, vətənə, millətə olan sevgilərini göstərməklə öz canlarını gələcək nəsillər üçün fəda verdilər bu igidlərimiz. Allah hər birinin ruhunu şad eləsin. Allah sizlərə səbir versin. Təşəkkür. Tuncel ana, bu günləri sən elə bir anasan ki, bir oğlun yeganə övladı böyüdürdün zəhmətlə, əziyyətlə, toyla və evə gəlin gətirmək, ancaq bu gün əksinə vətənin dar günündə silaha sarıldı oğlun. Təki vətən sağ olsun deyərək irəli gedib geri dönməsə də torpaqlarımızı geri döndürən igidlərdən də biri sizin övladınız oldu. Sabah inşallah mövlud günüdür. İstərdim bir iki kəlmə, bir qəhrəman anası kimi dilinizdən götürək. Buyur. Buyur anam. Sizin də dilinizdən bir iki kəlmə işlək. Buyur anam. Allah sizi var eləsin, qarşısında baş əyirik ki, anamız bir-iki kəlmə deyə bilməsə də, ancaq bugün onun həqiqətən sifətin cizgisindən hiss olunur ki, hansı, yəni belə deyək ki, o anları yaşayar, yəni biz o anları yaşaya bilmərik, sənə oğul qurban verib. Həqiqətən Səbuhi müəllim, bu günləri vətən uğrunda övlad qurban verən analar bu gün çəkdiyi biz bilmərik, elə də yaşaya bilmərik. Onu ancaq özləri yaşaya bilir. Və bir daha qarşısında baş əyirəm, dəyərli anam. Bir daha sizə təşəkkür edirəm. Gələn ayaqlarınız var olsun deyirəm. Həqiqətən də qəhrəman ocaqların ziyarət etmək hər bir Azərbaycanın borcu olduğu kimi siz də özünüzə borc bilirsiniz. Təşəkkür edirəm.